Salam, bugün sizlərlə 8-9-cu sinifin mövzu sınaq 2-sinə baxacağıq, yəni kəsrlə faizə. Baxaq görək, kəsrlə faizdə nələri bilmişsiniz, nələri bilməmişsiniz. Birinci sual. Deyir 9-da 7 kəsrinin sürətinə də, məxrəcinə də hansı ədədi, yəni variantlardan hansını əlavə etsəm 6-da 5 eləyər? Bir əlavə eləyirəm. Məsələn, gəlin 2-ni əlavə eləyək, başdan başlayaq. Məxrəci 2, sürəti 2 əlavə eləyəndə 11-də 9 eləyir. Amma bizə 6-da 5 eləməlidir. Deyir, məxrəci, indi B-ni yoxlayıram. İkisinə də 4 əlavə eləyirəm. 9-da 7-nin sürətinə də, məxrəcinə də 4 əlavə eləyirəm. 13-də 11 eləyir. Bizə 6-da 5 eləməlidir. İndi ikisinə də 3 əlavə eləyirəm. Məxrəci 3 əlavə eləyəndə, sürəti 3 əlavə eləyəndə belə olur. Mən də sizə nə demişəm? Bütün cüt ədədlər nəyə ixtisar gedir? 2-yə. 2-yə ixtisar eləyin, olur 6-da 5. Bizə də lazım ki, 6-da 5 alınsın da. Deməli, 3 əlavə eləyəndə, həm sürətə, həm də məxrəci 3 əlavə eləyəndə, yəni cavab C-dir. 6-da 5 alınır. İkinci sual deyir, düzgün olmayan kəsirlər. Düzgün kəsir deyirsə, sürət daha kiçik olmalıdır. Ondan kiçik. Cavaba baxın, hamısı ondan kiçikdir. İkinci kəsirdə deyir, düzgün olmayan olsun. Yəni 7-dən böyük olsun. Biz də bilirik ki, düzgün olmayan elə 7-nin özü də ola bilər. 7-dən böyük 8 var, 9 var. Ondan kiçik olmalıdır. Elə burada dayanıram. 7, 8, 9, Y variantı. Deyir, 3 saat sutkanın hansı hissəsidir? 1 sutka 24 saatdır. Deyir, 3 saat 24 saatın hansı hissəsidir? Hər tərəfi 3-ə bölsəm, 1 böl 8 hissəsi. Yəni A variantı. Dördüncü sual. Deyir, A hərfi Qarabağ sözündəki bütün hərflərin sayının hansı hissəsidir? A-dan neçə dənədir? 3 dənə. Uşaqlar deyir, 3 dənə A. Bütün. 1, 2, 3, 4, 5, 6, 7 hərfin neçə hissəsidir? 3 böl 7 də uşaqlar. Soruşulan böl ümumi olur da. Uşaqlar, A-nı istəyir, soruşur A-nı. A-dan 3 dənədir, ümumi də 7 dənə hərfdir. Sonra 5-ci sual. Biz bilirik ki, elə solda işləyəcəm uşaqlar. Mötərizənin içində 2 dənə ədəddirsə 2 dənə 9-dur. Mötərizədən qabaq 1 dənə ədəddirsə 1 dənə 0-dır. Ədədi bütöv oxuyuram. 214. Əvvəldəki ədədi çıxıram. 212. 214-dən 2 çıxanda 212. Cüt ədədlər nəyə ixtisar gedir? 2-yə. 2 ixtisar eləyəndə 495-də 106. Yəni D variantı. Sonra 6-cı sualı çox adam səhv yazıb, cəmi bircə nəfər, o da Aydan düz yazıb. Uşaqlar, məxrəclər fərqli ədədlərdir. Sürətdə 7 də var, 3 də var. Hamısını 21-ə gətirə bilərəm. Bunu 3-ə vuracam ki, 21 olsun. Bunları da 7-yə vuracam ki, 21 olsun. Biz də bilirik ki, baxın, sürəti 3-ə vurdum, 21 oldu. Sürəti 3-ə vurdumsa, avtomatik məxrəci 3-ə vurmalıyam. Sürəti 7-yə vurdum ki, 21 olsun. Sürəti 7-yə vurduğuma görə məxrəci də 7-yə vururam. Sürəti 7-yə vurdum ki, 21 olsun. Ona görə məxrəci də 7-yə vururam. Belə. İndi başlayaq, bunları müqayisə edək. Biz demişik ki, hər şey məxrəclə tərsdir. 30 bunların arasında ən kiçikdir deyə, məxrəc bu ən kiçikdir deyə A ən böyükdür. Məxrəclə tərsdir uşaqlar. 34 vur 7 daha böyükdür deyə ən kiçiyi də budur. B-dir. Deməli, B ən kiçikdir, A ən böyükdür. Onda C də ortadadır da. B, C, A. Yəni, Babək variantı. Bir dəfə də deyəcəm, uşaqlar, məxrəclə tərs olur. 30 ən kiçikdirsə, onda A ən böyükdür. 34 vur 7 ən böyükdürsə, onda B ən kiçikdir. Çünki məxrəclə tərs olur. Sürətlər eynidir. 7-ci sual. 2-də 1 hissəsi ilə 3-də 1 hissəsinin fərqi 1-ə bərabər olan ədədi tapın. Tapaq. Ədədi bilmirəm. Ədədi bilmirəmsə x. X-ın deyir 2-də 1 hissəsindən 3-də 1 hissəsinin fərqi 1-dir. Yəni, x vur 1. X vur 1. Ortaq məxrəcə gətirsəm 6 olurmu? 6-nı 2-yə böləndə 3, 3-ü x-ə vuranda 3x. 6-nı 3-ə böləndə 2, 2-ni x-ə vuranda 2x. 3x-dan 2x-ı çıxanda 1 dənə x qalır. X bölü 6 1-ə bərabərdirsə çarpaz vuranda x 6 imiş.
Yenə də 6-ymış da. Bu çətin deyildi. Ortaq məxrəcə gətirməyimi bacarmamısınız. Nəyi bacarmamısınız bilmirəm. Uşaqlar, siz bilin ki, ədədin özü sürətə vurulur. Demirdim sizə. Məsələn, 3 vur 9-da 1. Bu 3-ü hara vururam? Sürətə vururam. Eləyim ki, hətta ixtisar getməsin. 3 vur 7-də 1. Bu 3-ü hara vururam? Sürətə vururam. Bu da aşağıda qalır da. Yəni şey sürətə vurulur. Siz nə cəb? Yəni x bölü 2, x bölü 3, ortaq 6. Həll edirsiniz, cavab olur 6. 8-ci sual. Aydanın bir səhvi var, o da budur. Aydan. Rahat sual idi. Birinci fərdə işi 8 saata görür. Onda 1 saata işin hansı hissəsini görür? 8-də 1. O biri fərdə 6 saata görür. Onda 1 saata hansı hissəsini görür? 6-da 1. Deyir, onlar birlikdə. Gəl hələ birlikdə, yəni toplayaq görək birlikdə nə ediblər bunlar? 1 saata. 1 saat sözünü unutma. 1 saata görək birlikdə nə ediblər? Ortaq nəyə gətirərəm? 24-ə. 24-ü 8-ə böləndə 3. 24-ü 6-ya böləndə 4. Birlikdə 24-də 7 hissəsini görüblər 1 saata. Amma bizə deyir 3 saat işləsələr. 1 saata 24-də 7 isə 3 saata 3-ə vurmalıyam. Bəğin, incə dedim uşaqlar. 3 saata görülən işi tapanda 3-ə vururam. 24-də 7-ni 3-ə vururam və sürətə vurulur. 21 böl 24 alınır. Hər tərəfi 3-ə bölə bilərəm. 7 böl 8 alınır. Yəni birlikdə 8-də 7 hissəsini görüblər. Bəs deyir hansı hissəsi görülməmiş qalıb? Uşaqlar, bütün iş nə olur? 1. Bütün işin 8-də 7-sini görüblər. 8-də 8-dən 8-də 7-sini görüblər. Nəyi qalıb? 8-də 1-i. Cavab olur A variantı. 9-cu sual. Bugün bazar günü olmağına baxmayaraq səhərdən hardasa 4-cü testi izah edirəm. Ona görə testi izah edirəm. Diqqətli olun. 9-cu sual. Bütün çevrə neçə dərəcədir? Uşaqlar 360 dərəcədir. 120 ilə 80 toplayanda 200. 200-ün üstünə 100 gələndə 300. 300-ün üstünə nə gəlim ki 360 eləsin? Təbii ki 60 dərəcə. 300-ün üstünə 60 gələndə 360 eləyir. İndi 4-cü qrupa verənlər bütün abituriyentlərin hansı hissəsidir? Hissə deyir də uşaqlar. Hissədə də bircə dənə qayda var. Soruşulan bölü ümumi. Uşaqlar, soruşulan hissə 60 dərəcə deyil. Ümumi çevrə də 360 dərəcə deyil. Sıfırlar ixtisar gedir. Hər tərəfi 6-ya bölsəm sürətdə 1, məxrəcdə 6 qalırmı? Yəni 6-da 1 hissəsidir. 10-cu. Yenə də uşaqlar dövrü bir hissədir. 9-da 2, 9-da 3, 9-da 4 bunu 9-a çevirə bilməyənlər var. Dövr bilmirsinizmi? Açın oxuyun. 9-da 2, 9-da 3, 9-da 4-ü toplayanda 9-da 9 edir. O da nə deməkdir? 1. Yəni deyir ki, uşaqlar 1 vur x bərabərdir y. Yəni bir dənə x. X bərabərdir y. Bu nə deməkdir? Yəni x-i y-ə bərabər elə də. Əlimə baxın sol tərəfdə. X-i silin, yəni deyir yerinə y yazın. X-i y-ə bərabər elə. Y-in üstünə 3 dənə y gələndə 4 dənə y eləyir. 4 dənə y-i y-ə böləndə y-lər ixtisar gedir. 4 qalırmı? Cavab oldu 4. Bu bunun birinci yolu. Bir dəfə də deyirəm uşaqlar, x bərabərdir y deyirsə, x-ların yerinə y qoyun deməkdir. Və ya x bərabərdir y deyirsə, 2 dənə bərabər ədəd götürün də. X-a da 2 deyin, y-ə də 2 deyin, qoyun yerinə. Bax yazıram uşaqlar. X-in də yerinə 2 qoyuram, y-in də yerinə 2 qoyuram. Olur 2 üstə gəl 6 bölü 2, 8-də 2-yə böləndə 4 edir. Yəni hansı yolla yazsaydınız, cavab 4 eləyəcəkdir. 11-ci sual. Uşaqlar, davam edək 11-ci sualla. Məxrəcdə bir dənə bir şey görəndə 1-1 bölürük. Yazırıq 36 çox n-in kvadratı böl n-in kvadratı. Birinci 36-nı n-in kvadratına bölürəm. Məxrəcdə yenə deyirəm, bir dənə görəndə 1-1 bölürəm. Çıx işarəsi var, çıx qoyuram. İndi n-in kvadratını n-in kvadratına bölürəm. Alınır 36 böl n-in kvadratı. Çıx. Eyni şeyə böləndə nə edir? 1. Deyir, kəsirin qiyməti tam ədəd olsun. Uşaqlar, bu hissə onsuz tamdır. Bizə tam olması üçün bu hissəni tapmaq lazımdır. 36 nəyin kvadratına bölünür? O da deyir, natural ədədlər, yəni müsbət ədəd. 36 hansı müsbət ədədlərin
1-in kvadratına bölünür, 2-nin kvadratına bölünür. 1-in kvadratı 1-dir uşaqlar, 2-nin kvadratı 4-dür. 36 4-ə bölünür. 3-ün kvadratı 9-dur, 36 9-a bölünür. 4-ün kvadratı 16-dır, 36 16-ya bölünmür. 5-in kvadratı 25-dir, 36 25-ə də bölünmür. 6-nın kvadratı 36-dır, bir də özünə bölünərdir uşaqlar, bölünür. Bizə deyir ki, n-lərin, uşaqlar, n-in kvadratı, yəni n-lər hansıdır? Bunlardır da. N-in kvadratı 1-in, 2-nin, 3-ün, 6-nın kvadratına bölünür. Deyir, həmin n-lərin cəmini tap. 1, 2, 3, 6-nın cəmini istəyir. 6 üstə gəl 6, 12. Bildiniz uşaqlar, n-lər 1, 2, 3, 6-dır. Bizdən də bunların cəmini istəyir, yəni 12. 12-ci sual sadədir. Bayaq demişdik, hər şey məxrəclə tərsdir. C ən böyükdürsə, 1/C ən kiçikdir. A ən kiçikdirsə, 1/A ən böyükdür. Bildiniz? Yəni C variantı uşaqlar. Rahatdır. C ən böyükdürsə, 1/C ən kiçikdir. A ən kiçikdirsə, 1/A ən böyükdür. 13-cü sual deyir ki, ştrixlənmiş bütünün hansı hissəsidir? Yəni ştrixlənmişi solda yazıram elə. Bütünə böləcəyik. Faiz deyəndə nə edirəm? 100-ə vururam. Ştrixi sayın görün 1, 2, 3. Qırmızı ilə göstərim ki, görəsiniz. 1, 2, 3, 4, 5, 6, 7 dənə ştrixdir. Bəs bütün kvadratları sayın. 8, 9, 10. Bütün kvadratlar da 10 dənədir. 7/10 vur 100%. 100-ü 10-a böləndə 10 qalır. 7-ni 10-a vuranda 70%. Yəni 7 dənə kvadrat 10 dənə kvadratın 70%-idir. İncə dedik, ədədi faizə çevirəndə nə edirik? 100-ə vururuq. Solda yazıram uşaqlar. 0,57 ədədini faizə çevirəndə 100-ə vururam. Yəni 2 dənə önə çəkirəm. Vergülü 2 dənə önə çəkirəm, eləyir 57. 57%. İndi 15-ci sual. Onluq kəsir şəklində göstərin. Burada da faizi, uşaqlar, bu 14 ilə 15-i sağ tərəfdə bir dənə yazım. Ədədi faizə çevirəndə 100-ə vururam. Faiz ümumiyyətlə 100-ə vur deməkdir. Onda faizi də ədədə çevirəndə 100-ə bölürəm də. Qayda yadınızda qaldı. Faiz həmişə 100-ə vurmaqdır. Qırmızı ilə göstərəcəkdim. Faiz 100-ə vurmaqdır. Ədəd 100-ə bölməkdir. Bizə deyir ki, ədədi tapın. Onda 100-ə böləcəm. 32 tam burada göstərirəm. %18-i 100-ə bölürəm. 100-ə bölmək 2 dənə geri çəkməkdir. Baxın, 1, 2, vergülü bura qoyuram. Yəni 0 tam, vergül 2 dənə geri çəkməkdir uşaqlar. Belə, yəni A variantı. 10-cu sual, tənasüb sözünü görürəmsə, tənasübün bir dənə qaydası var idi da. Orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Yəni 10 vur y bərabərdir 4 vur 25. 10y bərabərdir 100. Y-i tapanda 100-ü 10-a bölürəm, 10 eləyir. Yəni y-i tapdım 10. Bizə deyir y-i tap. Sonra deyir 450 ədədini bunlarla mütənasib hissələrə böl. Alınmış ədədlərin ən kiçiyini tap. Düz mütənasib deyirsə sadəcə yanına k yazıram. Yazıram baxın uşaqlar. 2k, 3k, 4k bərabər 450. Amma tərs mütənasib desəydi 2-də 1k, 3-də 1k, 4-də 1k yazacaqdım. Cəmləyin 9k. 9k 450-dirsə, k-nın biri neçədir? 450-ni 9-a bölün, 50. K-nın biri 50-dir, bizdən ən kiçiyini istəyir. Bunların arasında ən kiçiyi 2k-dır. K-nın biri də 50-dir. 2-ni 50-yə vuranda 100. 18-ci. Şəhərin əhalisi bir il ərzində 70.000 nəfərdən 74.200 nəfərə qalxıb. Deyir, nə qədər, neçə faiz qalxıb? Uşaqlar, heç niyə qorxursunuz? İlkin qiymət 100%-dir. Nədən qalxıb? İlkin qiymətə 100% verin. Yazıram. 70.000 əhali 100%-dirsə, bəs 74.200 əhali neçə faizdir? Bərabərin və ya buçuq işarəsində hər tərəfindən bu 2 dənə sıfırı silə bilərəm. Alınır nə? Çarpaz vururam. 700x bərabərdir. 742, 0, 0, vur 1. Uşaqlar, yenə bərabərin hər tərəfindən 2 dənə sıfırı silə bilirəm. Alınır 7x bərabərdir 742.
700 neçəni 7-yə böləndə 100 neçə eləyir? 42-ni də 106. Yəni bunu 16, 160 falan yazmayın. Bir dəfə göstərim. Səhv yazanlar var idi. Uşaqlar 7-yə böləndə 1. Axı 4 7-yə bölünmür. Ona görə bura 0 atıram. 42-ni 7-yə böləndə 6. Yəni 106. İndi uşaqlar ilkin qiymət 100% idi. Olub 106%. Neçə faiz artıb? Əhali 6% artıb. Anladınızmı? 100%-dən 106%-ə qalxıbsa 6% artıbdı variantı. 19-cu sual. Velosipedçi 9 km məsafəni 1.5 saata gedir. 9 kilometri 1.5 saata gedir. Bəs deyir 2 dəqiqəyə nə qədər yol gedər və həmin yolda metrlə göstərib. Ona görə kilometri metrə çevirim. 1 kilometr 1000 metrdir. Yəni 9 kilometr yox, 9000 metr. Bildiniz, 1000-ə vurdum. İndi saatı dəqiqəyə çevirməliyik. 1 saat 60 dəqiqədir. 1.5-i 60-a vururuq. Alt-alta da vura bilərsiniz, necə istəyirsiniz. Alt-alta vurmağı öyrədirəm, baxın. Vergüldən sonra bir dənə ədəddirsə, bizdə də vergüldən sonra bir dənə ədəd. Yəni 90 eləyir. Yəni 1.5 saat 90 dəqiqədir. Gəlin bunun praktik yolunu da öyrədəcəm. 1.5 saat, uşaqlar, 1 saat 60 dəqiqədir. 0.5-də yarım deməkdir. 60 dəqiqənin yarısı 30 dəqiqə. Bildiniz, 1 tam yarı. Yəni 60 tamdır, bir də yarısı eləyir 90 dəqiqə. Hər üçün indi çarpaz vurub tapın. 90x bərabərdir. İxtisar eləyə də bilərsiniz. Onsuz sonra da ixtisar gedəcək. 9000 vur 2. Burada uşaqlar 90'lar hər tərəfi 90 ixtisar etsək burada 100 qalır. X bərabərdir 100 vur 2, yəni 200. Yəni 2 dəqiqə 200 metr yol getmiş olacaq. Sonra 20-ci sual. 55 ədədinin 20%-ni tapın. Ədədi vururam faizə, bölürəm 100-ə. 20-yə böləndə burada 1, burada 5 qalır. 55-i 5-ə böləndə 11. Və ya mən sizə nə demişəm? 20%-i kəsrə çevirməyi öyrətmişəm axı. 20% 5-də 1 deməkdir. 55-in 5-də 1-ini tapa bilməmisiniz. 55-i 1-ə vurub 5-ə bölün. Yəni 55-i 5-ə böləndə 11. Hardan yazsaydınız cavab 11 alınırdı. Sonra deyir 5-də 1 hissəsini dəsmalımı tapmıram. Deyir ki, 5-də 1 yox, 5-də 3 hissəsini getdikdən sonra yolun neçə faizi gedilməmiş qaldı. 5-dən 3-ü gedilibsə, uşaqlar, bütün yol 1-dirmi? 21-ə baxın. Bütün yol 1-dir, 1-in 5-də 3-ü gedib. Yəni 5-dən 5-də 3-ü gedib nə qədər qalıb? 5-də 2-si. Deyir, neçə faizi qalıb? Ədədi də faizə çevirəndə 100-ə vururam. 5-də 2-ni 100%-ə vururam. 100-ü 5-ə böləndə 20, 2-ni 20-yə vururam 40%. Bildinizmi? Ədədi faizə çevirəndə 100-ə vururam. Sadəcə 100-ə vurdum, cavab oldu 40. Yəni 40% qalıb. Sonra kitabın qiyməti 20% ucuzlaşdıqda. Biz bilirik ki, kitabın ilkin qiyməti 100% imiş də və ya 100 manat imiş. 20% ucuzlaşanda olur uşaqlar 80%. Düzdür, 100%, 20% ucuzlaşdı 80%. Deyir 16 manat oldu. Bəs deyir əvvəlcə ilkin qiymət 100% idimi? Bəs deyir əvvəlcə nə qədər idi? X. Çarpaz vurun, onsuz ixtisarlar olacaq. 80x bərabərdir 16 yanında 2-dən 0. Sıfırlar gedir. 8x bərabərdir 160. 160-ı 8-ə böləndə 20 edir. Yəni əvvəlcə kitab 20 manat imiş, sonra endirimlə 16 manata düşüb. 23-cü sual. Bu maraqlı sual idi, amma izah vermişdim belə bir şey. 23-ə baxın görüm. Deyir 2 dənə müsbət ədəddən birini 10%, digərini 30% artıraraqsa hasil necə dəyişər? İlkin qiymət deməmişdim ki, elə eləyin 100 olsun. Nəyin hasili 100 olar? Gəlin yazaq 10 vur 10 bərabərdir 100. Qoyun ilkin qiymət 100 olsun da. İndi deyir ki, bunun birini 10% artıraq. Onun 10%-ni hələ tapım. Eləyir 1. Onu bir dənə artıranda nə olur? 11. Digərini deyir 30% artır. Onun 30%-i görüm neçə eləyir? 3. İndi deyir onu 3 dənə artır. Olurmu 13? Deyir hasili necə dəyişər? 11-i 13-ə qıraqda vurun. Eləyir 143.
Bayaq hasil 100 idi, oldu 143. Necə dəyişdi? 43% artar. A variantı. 24. Deyir, Atlantik okean Sakit okeanın sahəsinin neçə faizidir? Yenə Atlantiki sakitə böləcəm. Çünki deyir, Atlantik sakitin neçə faizidir? Faiz də deyirsə, nə edirəm? 100-ə vururam. Atlantikə baxın, görüm neçədir? 90-dır. Sakitə baxın, görün neçədir? 180. 90, 180-in görək neçə faizidir? Hər tərəfi 90-a bölsək, burada 1 qalır, burada 2 qalır. 1-i 100-ə vuranda 100. Həmişə sürəti vurun. 1-i 100-ə vuranda 100, 100-ü 2-yə böləndə 50%. Və ya bunun praktik yolunu deyirəm. 90 180-in yarısı deyil, yarısı. Yarısıdırsa, yarı faiz neçədir? 50%. Hissə istəsəydi neçədir? 2-də 1. Diqqətli olun. 25-ci sual. Çox pis uşaqlarsınız. Bunu sona qədər davam eləməmişsiniz. İlkin qiymət 100 deyil. Deyir 30% artırdılar. 100-ün 30%-ni tapırsınız. 30-dur. Bax, heç vaxt 30% artırdı deyən kimi üstünə 30 gəlməyin. Bir 100-ün 30%-ni tapın. 30 olduğu üçün 100-ün üstünə 30 gəlib 130 yazıram. Sonra deyir yeni qiyməti 40%. Yeni qiymətimiz 130-dur. 130-u hələ 40%-ni tapım. Elədi 52. Deyir, yeni qiyməti 40% qədər azaltdılar. Yəni 52 qədər azaldıblar. Hələ azaltmamışıq. Bax, burada artırdı dedi deyə 30-u üstünə gəldim. Burada azaltdı deyir deyə 52-ni çıxacam. 130-dan 52-ni çıxıram. Edir 78. Oldu qiymətimiz 78. Deyir, ilkin qiymət neçə faiz azaldı? İlkin qiymət 100 idi, oldu 78. Baxın, görüm nə qədər azalıb? 22% azalıb. Bu qədər uşaqlar. Diqqətli olsaydınız, hamısı çox sayda suallar idi. Uğurlar, bol şanslar.